Uca Allahımızın mübarək adında olan gözəlliyə, möcüzəvi fərqliliyə bir diqqət yetirək. Bildiyimiz kimi kəlmədən hərf azaldıqda adətən məna dəyişir. Amma Allah kəlməsində bu cür deyil. Hər bir hərfi azaltdıqca yenə də məna Allaha aid olur. Hətta sonda bir hərf qalır, yenə də məna Allaha aid olur. Diqqət yetirək. Allahu, Allah. Bir hərf azaldırıq olur. Lillahi. Yenə də məna Allaha məxsusdur olur. Məsələ, Fatihə surəsində Uca Allahımız buyurur. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Sonra yenə bir hərf azaldırıq, olur ləhu, ona məxsusdur mənasını daşıyır. Yenə də Bəqərə surəsinin 255-ci ayəsində, Ayətəl-Kürsü kimi bildiyimiz ayədə Uca Allahımız buyurur. Ləhu mə fis-səmavati və mə fil-ərd. Göylərdə və yerdə nə varsa ona məxsusdur. Ləhu. Sonra yenə bir hərf azaldırıq, sonda artıq bir hərf qalır. Dammə burada bildiyimiz kimi hərəkədir, hərf deyil. Bunun da mənası odur, onun, bu cür mənalara gəlir. Məsələ, Əhzab surəsi 56-cı ayədə Uca Allahımız buyurur. Bismillahirrahmanirrahim. İnnəlləhə və mələikətəhu yusallun alən-nəbiy. Həqiqətən Allah və onun mələkləri, mələikətəhu, sondakı bu hu, onun, yəni Allahın mələkləri, həqiqətən Allah və onun mələkləri Peyğəmbərə salavat göndərir. Aydın oldu ki, Allah kəlməsi gözəl, möcüzəvi, başqa kəlmələrdən tam fərqlənən bir kəlmədir ki, hər bir hərfini azaltdıq, yenə də məna Allaha aid oldu.